Aha, deməli, Nərgiz Nəcəf birinci isə test bankdan zərf bölməsinin testlərini araşdıracaq bu gün. Diqqət edirsiniz nəyə? Xüsusi qaydalar orada nəzərə çatdırılmalıdır. Söhbət nədən gedir ümumiyyətlə? Sifəti öyrənəndə dedik ki, sifət ismi təyin eləyir. Zərfdə də dedik ki, zərf xüsusilə feilə aid olur. Yəni, hərəkət bildirən sözə. Lakin orada belə bir qayda var idi. Nitq hissəsi feil olsa da, motorikası olmayan sözlər var. Yəni, orada hərəkət olmurdu. Hərəkət yox idi. Bu sözlər təyin olunması üçün sifətdən istifadə edirdi. Yəni, bunu biz bağlayıcı feillər qrupu adı altında öyrənirik. Həmin o link verbs dediyimiz qrup özünə məxsus şəkildə sifətlərlə təyin olunur. Yəni, onları təyin etmək üçün zərfdən istifadə etmirik. Əsasən oxuduğumuz qaydalarda bu fikir nöqteyi nəzərə gəlib çatmalıydı. Digər qalan hallara ehtiyac bir o qədər yoxdur. Belə yoxdur ki, yəni bəzi feillər var idi. Məsələn, tutalım ki, gül ətir saçır, bir də deyir gülü qoxlamaq. Bunlar arasındakı fərqlər var idi. Biri var idi, işi özü öz üzərində görürdü. Bir də var idi ki, feilə baxardınız ki, iş kənardan icra olunur. Bunlar arasındakı fərqə mütləq diqqət eləmək lazımdır. Bu belə. Sonra xatırlatma 1-ə baxaq. Buradan qaydalarımıza. Zərf cümlədə əsasən feilə aid olur. Feildən sonra gəlir. Sifət isə isimdən əvvəl gəlib, ismə aid olur. Hətta yazılışda yerlərində belə fərqlilik var. Sonra be, become, get, seem, look, feel, sound, taste, smell feillərindən sonra zərf deyil sifət gəlir, bayaq dediyim. Və lovely, lively, lonely, elderly, silly, ugly, friendly, manly. Bu sözlər elva ilə bitməsinə baxmayaraq sifətdirlər. Yəni, bunları zərf deyə öyrənmirik. Və fastly deyə zərf yoxdur, longly də yoxdur. Sonra, lately versiyası var. Hard, hardly. Lately də var, hardly də var, highly, nearly, lakin tərcümə fərqləri var. Bunlara diqqət eləyəcək. İndi keçid alaq nəyə? Xüsusilə diqqət olunmalı məqam qarışıq testlərdə verilmiş boşluqda sifətin ya zərfin araşdırılmasını bilmək üçün ən gözəl versiyanız burada aid olduğu sözün sifət ya feil ya isim olduğunu təyin eləməkdir. Bunu da bilmək üçün sizə söz bazası lazım olacaq təbii ki. Söz bazası da aydın məsələdir. Müəyyən quruluşlara malik funksiyalardan ibarət olacaq. Baxaq. Deməli, burada əzəz var, adi dərəcə olacaq. Əzəz varsa, baxmayaraq ki, burada hərəkətə aid, amma yenə adi dərəcə götürəcəksiniz. Yəni, fast. Burada da hərəkətə aiddir, əzəz, adi dərəcə. İndi siz zərfin adi dərəcəsini axtarırsınız. Diqqətli olun burada. Burada good da var, well da var. Əgər burada isim olsaydı, good götürəcəkdim. Burada hərəkət bildirən sözdür. Ona görə well götürəcəm. Enough. Enough deməli adi dərəcənin göstəricisidir. Lakin burada lived feili var. Ona görə long götürəcəyik. Adi dərəcə yenə. Axı demişdik, bəzi sözlər həm sifət, həm zərf kimi çıxış edə bilir. She fell and hurt feildir, hərəkətdir. Her leg rather. Deməli, hərəkət olduğuna görə bad yox, sifət yox, badly, zərf götürəcəm. 355-də they can be seen quiet. Seen feilinə görə quietdən sonra
dərəcələməni təyin eləyib clearly verəcəyik. 356-da to, I ate yemək feilidir. To deməli adi dərəcədir və zərfə aiddir. Adi dərəcədə olan zərf götürəcəksiniz. Təbii ki, söhbət quickdən yox, quicklydən gedir. Zərfdə axı sifət olsaydı quick yazardım, gedərdi. Sonra 357. Perhaps I have not expressed myself very. Deməli bu burada hərəkətdir. Very adi dərəcədir. Adi dərəcədə bayaq da sizə dedim, zərfi istəyir. Good yox. Olacaq well. Sonra 358-də very spread. Burada spread hərəkət bildirən sözdür. Adi dərəcədir. Deməli zərf verəcəm A variantı. The weather in the hills can change worry. So deməli adi dərəcədədir. Change hərəkətdir. Значит deməli burada nə götürəcək? Zərf. 360-da she answers the phone. O cavab verdi. Rather. Bunlara diqqət eləyin. Yuxulu halda. Sleepy. Hərəkəti təyin elədim. I got up then. Then deməli müqayisədə uşaqlar. Got up da hərəkətdir. Budur bax burada. Then müqayisədir. Run var, hərəkətə aiddir. Deməli orada bir qayda var, yadınıza gəlirsə. Hərəkət bildirəndə müqayisə olanda olduğu kimi digər versiyasında yenə dəyişirdi. Fast, faster. Orada biz bunu müəyyən cədvəl içərisində öyrənmişdik. Sonra 363-də you should come a little. Deməli come olduğuna görə early. Bura verin. My brother drives then. Drives sürüşdür. Sürmə feilidir yəni. Deməli burada müqayisədir. Careful. More carefully. Bu olacaq. Careful, carefully, more carefully. Bu şəkildə. Çünki sifətdən zərfə, zərfin də müqayisə dərəcəsinə keçəcək. 365-də then var. Read feilinə görə. Burada da much more quickly. Bu olacaq. Sonra 366-da nəyə baxırsınız? Deməli behaved. Birinci badly olacaq. Zərf üçün. Burada da awful var, bax. Göstərəcəm. Worst olacaq. Bir də yadınızdadırsa, biz keçən dərs dedik ki, zərfin üstünlük dərəcəsində Z artiklı yoxdur. Görürsünüz, burada Z artiklını veriblər. Bu qayda pozuntusudur. Sizi qəsdən yanıltmaq üçün eləyirlər. Study then var orada. Harda verəcək. 368. Work a little. Burada deməli more carefully. Buna baxın, zəhmət olmasa. 369-da sorry, can you speak a little. Buna baxaq. Speak a little. Deməli more slowly verəcək burada. Sonra burada then var, travel var. Travel then baxaq. Müqayisədə faster.
Sonra to come var. Deməli early olacaq burada. If you want to pass this exam, you'll have to study much. Burada dedik ki, hardalar cümləni inkara çevirəcək. Həm də bu zərf deyil. Harda bu olacaq bax. Bir saniyə. Sonra 373-də arrived və then müqayisədir, zərf axtaracam. Söhbət earlier-dən gedir. 374-də you are driving today then. Deməli, müqayisə üçün worse verəcək. Can run then. Faster. Then my elder sister sings. Burada fiilli zen'de. Much better olacaq. Sonra 377'de. Az var uşaqlar burada. Bir də var do. We should do it as possible. Baxaq görək. Zərf olacaq do'ya görə. Və ayrı dərəcə istəyir. Quickly verəcək burada Y variantı. Sonra 378'də. Which of the students runs? Runs fiildir. Fastest verəcək bura. Which of the students runs? Ən sürətli qaçanı istəyir. Məsələn, the most-dan ümumiyyətlə doğru deyil istifadəsi. Çünki təkcə məsələsi vardı bizdə. Həm də ki, demişdik zərfdə Z artiklına ehtiyac yoxdur. Sonra my car goes a little then. Burada faster olacaq. Her sisters has been acting rather. Deməli bu olacaq finally. Zərfdir. 381. Then var, speaks var. Deməli more fluent olacaq bu. 382'də then var. Burn fail olacaq. Burn calories then. Deməli faster verəcək. Sonra his 8th book came out. 8. kitabı. Early. Good. Sonra 384. Then var, communicate var. Much better. 385. Then var, goes var. Deməli yenə zərf axtaracam. B variantı. Fasta. Awful var uşaqlar buradan. Like var bir də. Most. To stay a little. To stay. Bir də long olacaq. 388'e baxaq. Here. Bu da then. Much better. 389'da to drive var, bir də then var. Deməli fast da gərəkdir bunu. What a pity that she didn't tell me. Deyir, çox yaxşı ol mənə bunu deməmişdi. Tell-ə görə baxacaq.
Daha əvvəldən, daha öncədən, earlier. Then var, ever var, spoke var. Zenə görə daha doğrusu hərəkət edəcək. More slowly. 392'də. Ran var, awful var. Fastest. This book is recommended. Ama burada is de var. Ehtiyatlı olun bundan. Highly. Sonra. The report was prepared then. Earlier. Speaks very. Highly. 396'da. Enough. Do you speak? Takdeməli bunun neyini götürəcək? Well enough-la verəcək. Çünki danışmağa görə. 397'də. The task as deməli, C-lə bağlı clearly bu olacaq. To explain. The task'dan əvvəl explain var. Try to explain. Ümumiyyətlə, iki feil yanaşı gəlin. Demişə, to hissəcə ilə bağlayırıq. O da var. Daha sonra 398. Then that I think that man drive fiildi as dangerous bu şəkildə. Mən 400'ə qədər işləyəcəm, sonra 100 dənəni özünüz sərbəst işləyərsiniz. Düzdür, zərf bölməsi biraz ağırdır. Bu görüm neçə də qutarır bu. Ya 50 dənəsini indi işləyərsiniz, digər hissəsi qalar. Ya deyirəm də çoxdur bu. Yoxsa qarışıq sualdır deyə ümumiyyətlə adamı yorur. Var. You can eat fruits and vegetables that you like. Most. The most olsa sifətlə götürəcəkdir. Burada like-a görə most-la olacaq. Və 400-cü sual. Christmas seems to come. Bu görə early yazsaq yerinə oturur mu? Oturur. Early. Deməli, uşaqlar, nə iş görürsünüz? 450'ye qədər sərbəst yazın indi. Sonra mənim özümdən baxaq. Dərsə rekordu fasilə verirəm. 450'ye qədər, amma dəqiq baxın. Çünki çaşdırıcı sual çoxdur burada. Hardasa İndi 5'in yarısı 5'e bir 10 dəqiqə qalmışa qədər işləyin. 5-10 dəqiqə qalmış davam edək. Neçədən neçəyə qədər müəllimə? 450'ye qədər. 400'dən 450'ye. Tamam. Deməli 401'dən davam edirik. Deməli Eraza var burada. Task'la bağlı olacaq hər halda. Burada accomplished məsələsi var. Deməli, difficult birinci, sonra da successful. Çünki birinci sifət, sonra zəf gələcək. Getdik 402'yə. Fly as. Fast verəcək də. Sonra zen var, take. I'll take me. Daha doğrusu it will take me. Deməli, longer. Zanın olduğuna görə 404'da. Think var.
could you sing more quietly verəcək. 406-da worry var. Your handwriting is worry. Handwriting-dən gedir söhbət burada. Jensen write. Deməli, birinci olacaq sifət, sonra olacaq zərf. Sifət, zərf bir variant. 407-də speaks as. Speaks burada deməli zərfdir. Adi dərəcə ilə gedəcək. Bir dəqiqə. Badly zərf olacaq da burada həm. Sonra fluently bir dənə 3, 5, 8 B variantı. Sonra spoke var orada. Worry var. 408'de quietly verəcək. When Julia heard the news, she was worrying. To be feilindən sonra təbii ki, sifət tələb eləyir. Sad verəcək. 410. Zən var. Zayır work burada isimdir. Bir dəqiqə. The girl finished. Finishdə görə hərəkət edəcək. Okay. Deməli, more quickly verək. Müqayisə edirəm axı. In speaks most fluently B variantıdır. You can read enough well verəcək zərfdə orada. To be wary and behave deməli sifət, sonra da zərf. Bu da bacı variantı. Their hotel found easily verəcək. Found easily. 415. To var. Matsan var. Deməli. Arrive məsələsi də burada. Ehtiyatlı olun. Deməli, arrive late, bir də later. Sonra to speak, we asked our teacher to speak because she was speaking to the speaking. Deməli, ikisi də burada zərfdir. Bu da var. More. Biraz deyil, daha. Ucadan danışması. Sarah completed successfully. 418. So heavily, raining heavily, yağış. 419'da to be fail'de recover ettim. Seriously quickly did. 420'da I don't know him enough. Well verəcək. 421'de very. Idea sifət, sonra da zərf. C variant. 422 we know each other worry. No'ya görə bu da ötübüdür. Good number variant. 423 question. Question sayılabilen təkdir, an easy question. He's a very runner. Fast runner. Sonra da fastest. O fola görə üstünlük zərf. Sonra 425'ten zen var, left var. Early bir variant. Enough var, speaks var. Well.
You have done this exercise very. You have done. Very well there. Very badly there. But the sun is shining brightly. Parlamak zərf olacaq. 29'dan. The text to read var artıq burada oxumaq. More carefully. My cousin usually drives very slowly with a fastly bir şey yoktur. 31. sual. Work, company work, very. Biri harddır, biri də well. Hardly yeri yoxdur. Bu ümumiyyətlə burada sifət olsaydı gələrdi, yəni ismi təyin eləsəydi, betədəki heç müqayisə üçün testi 1-4 variantı bəli. 432-də the teacher answered our question very adi dərəcədədir. Quick olacaq təbii ki. 433-də birinci sifət, sonra zərf. 434-də Azaz climbed. Bu easily olacaq. I know them quite well. Bilirəm onları, tanıyıram. Fly. High olacaq. 437'den. Think very of him. Highly. 438'de you look very görünməkdə və ait dərəcə ilə istəyir. Tired verəcək. 439'da enough var, studied var. A variantı well. 440 çətinliklə yeriyirdi. Çətin yeriyirdi. Hardly. Artıq tərcümə görə hərəkət elədik burada. 41'də is to she cannot be a model. Is too short verək də, qısadır. 42'də I live very to the supermarket. Niyə? Yaxınlıqda. Nearly təxminən gedir. Burada niyə ilə verəcək? Yaxında yaşayıram. Bu kimi testlər sizi dolaşdıra bilər. Ümumiyyətlə çalışın ki, tərcüməyə yönümlü işləyəsiniz bunları. I saw his face worry. Mən onun üzünü çətinliklə görürdüm, yaxşı görürdüm. Because I was standing awful. Ən yaxında deyir, oturmuşdum. Sifətini görə bilirsə, ən yaxında oturub görə bilir. Babudur. Sonra, your composition is too. It looks like a telegram. Tak, deməli, orada short verəcək. 45'də. I saw Simon did in his test. He studied very. Deməli, his testə görə ayrı dərəcə ilə zərf gələcək. Bir də did məsələsi var. Burada da fiil kimi göstərəcək. Onda bu olacaq. İkisi də zərf olun. Elton crosses street very, crossed very. Burada deməli zərf kimi yanaşacaq. Ona görə quick olacaq. Daha sonra 47'də flew than müqayisədir və zərf olaraq baxacaq. Flew much higher müqayisə edəcəm. 448'də don't drive
An accident. Biz deyir, hadisə törədə bilərik əgər biz diqqətli sürməsək iflə. More carefully. When she came, then other goes. I saw her face in the moonlight. Zən var uşaqlar burada. Near. Has lost her glasses. She can see enough. Well enough. Görmə feilinə görə. Bu da bax. Deməli, dərsimiz sabahda sizdən, hə? Bəli. Sabaha sadəcə 50 dənə test götürün. Suallar çox ağırdır. Ağır olduğunla yanaşı çox qarışıqdılar. Onsuz da zərf mövzusu həmişə ağır olub, baş qarışdıran olur. 50 dənə sual götürərsiniz və artıq heç nə vermirəm. Nə söz ehtiyatı, nə başqa bir şey. İndi söz yox. Kimsə söz əzbərləməyibsə, ləngiyibsə, problem yoxdur. Hələ ki bu 2 günə, növbəti dərsə qədər vaxtınız var. Növbəti həftədən artıq sırf söz ehtiyatının söz testləri, bir də orada reading materiallar var. Bir müddət onlarla işləyəcək. 50 dənə sual götürün, artıq götürməyin. Amma dəqiq işləyin, tərcüməli işləyin, tələsik qərarlar verməyin. Biraz suallar ağırdır, həm də düşündürücüdür. İstəmirəm əziyyət çəkəsiz. Deməli, mən gəldim neçəyə qədər? 450-yə kimi, hə? Bir saniyə. 450 oldu da, hə? 450-dən, daha doğrusu siz 51-dən başlayacaqsınız təbii ki, 500-ə qədər. Evə tapşırıq. Başqa heç nə götürməyin. Sabah 500-ə qədər növbəti dərsdə müzakirə edəcək. Biraz yorucu suallardır. Həm də ki, məsələn, variant bir-birinə bənzəyir. Maksimum diqqətli olmalısınız. Söhbət nədən gedir, nəyə görə nə götürürsünüz. Bir dəfə də zərfi oxuyun, sonra bir də başlayın işləməyə. Sabahlar dərsim neçədədir sizdən? 2-də. 2-də, okey. Yaxşı. Bir saniyə.